Mən başa düşürsən? Mənə salonsa lazımdır. Mən istənilən hər bir müharibəyə hazıram. Sen ne olursan biz bunu etsek Talon arasının dilərini sağlar. Onları müharibə edib məhv edəcəyim. Biz de onlara qalxmağı gözləməliyik. Gözləmək olmaz. Nə? Gözləmək olmaz. Mən əfəliyə Samusa nə təklif ediriz. O atamızı öldürəcək. Onun sonunda həyatını sınır. Samusun tez bir zamanda aradan qaldırmaq lazım. Bəs polis Maklanski haqqında nə düşünürsən? Onlar məndən görüşmək istəyir. Gəlin razılaşaq. Mən Samusun Maklanski üstümüz olur. Öz adamlarımızdan görüşüb harada olacağımı öyrənək. Çalışaqın görüşü çox müsəlman yerdə olsun. Restoran və ya bar. Təhlükəsizlikdə olduğumu hiss edeyim. Görüşə getdikdə onlar üstümü axtaracaqlar. Silahla gedə bilməyəcəm. Amma əgər Klimenso mənim üçün silah saxlamağın yolunu tapsa, mən onların ikisini də öldürəcəm. Mən? Sən kimsə öldürməyə fikirləşirsən? Sən universitetdə əvvəlsiydin, ali işlərinə heç vaxt qarışmazdın. Amma indi isə polis kapitanına güllələməyə fikirləşirsən. Nədir? Sən yoxluq vurduğu üçün? Ax Mike, bu sənin üçün müharibədə düşmən güllələmək deyil. Burada yaxınlaşıb, beynini çölə tökməlisən, belə, bam, bam, bam. Axı, harada yazılıb ki, polisi güllələmək olmaz? Mike, Tom, gözlə. Söhbət narkotik satışı ilə məşğul olan şərəfsiz bir polisdən gedir. Hansı ki, cəzaya layiqdir. Bu əla bir hekayədir. Siz elə deyilmi? Bizdə qazetçilər var, onlar bu hekayələrimizdən qopararlar. Tom, nə fikirləşirsən bu haqda? Oldu. Məkanın yerini öyrəndim, 4-ün dairəsində yerləşir, Həzvan, qəşəng yerdir. Daim getdiyim yerdir, gözəl mətbəxi var. Silahı da gizlətməyə köhnə əqosu var, paçokun arasında gizlətməyə var. Mən şadam ki, Mike, sən gəldin. Ümidvaram ki, bütün suallarımıza cavab tapacaq. Hər şey faciəvi oldu. Mən istəməzdim ki, hər şey belə baş versin. Mən sadəcə olaraq bütün suallara aydınlıq gətirmək istəyirəm. Və heç kəs mənim atamı narahat eləməməlidir. Onu heç kəs narahat etməyəcək. Uşaqlarımı candan itirəm. Ümidvaram ki, bütün suallarımıza cavab tapacaq. Sən sayından fərqli olaraq daha təmkinlisən, başın daha soyuqdur. sen yaxşı oğlansan Mike. Amma mən səni axtarmalı olacam. Üzüm mən tərəf söndür. Dik. Burada yeməklər incədir. Buranın yeməkləri çox mükəmməl olur. Çox sağ ol. Olar Mike'la İtalyanca danışın. Olar, problemi yoxdur. Mi dispiace. Ci sei? Tu hai sapere che quello che è successo tra me e tuo padre fu una cosa di business. Io ho un grosso rispetto per tuo padre, ma tuo padre pensa all'antica. E tu non lo puoi capire che io sono un uomo di onore. Tu ma devi sti così. Ti sai. Lo sai?
Mənə garantiyalar lazımdır. Garantiya lazımdır ki, atama hücum olmayacaq. Və bu mənim üçün ən önəmlisidir. Mən sənə garantiya verə bilmərəm. Mən başa düşürsən, mən özüm də məhv olmuşam. Mən gözümdə elə də böyütmə, Mayıp. Mən də oğlanlar siyasındayım. Mən də istəyirəm bu müharibə bitsin. Mən sülh istəyirəm. Sən məni yaxşı başa düşürsən. Mən ayaq yoluna getmək istəyirəm. İcazə verirsiniz? Buyur girə bilərsən. Dün yoxlamışam, təmizdir o. Mayıp, bizdən dadına bax. Ondan sonra hər şey fikirləşəsən. Sülh haqqında fikirləşməyə başlayasın. Pizzalara həqiqətən dayanadır. Aslında bu məsələni yoluna qoymaq olar. Yaxşıdır. Amma... Yox. Əladır. Pizzanı yeməyəcəksiniz. Əlinizdə kimi pizza mənimdir. Yox, Mayıp. Dedim axı pizza mənimdir. Yox, bu mənimdir.